Sosial şəbəkələrdə saxta həkim olduğu iddia edilən Uğur 777 estetik klinikasında gerçəkləşdirdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlaması ilə bağlı video yayılıb. Pasiyent klinikaya gəlir, həkimlə görüşür, liposaksiya və buxaq əməliyyatı olunmaq istədiyini dilə gətirir. Sosial platformu üzərindən açdığı səhifələrdə doktor Gülü kimi tanınan estetik həkim Gülbadə Abdullayeva ilə yeni ünvanda görüşür. Mənə bir dənə ətraflı məlumat verərdiniz də, yəni bunun gedişatı, əməliyyatdan sonra. Yoxdur, cavab bu nəticənin gücünən alır. Həqiqi deyirsiniz. Yəni idmanla, masajla onu itirə bilərsən. Niyə özünə əziyyət verirsən ki? Onda deyirsiniz, ehtiyac yoxdur. Bir də zəhmət olmasa, mənə buxaq baxardınız. Buxaq da yoxdur. Yoxdur, amma biz az da olsa... olsa... O dəridir, aşkım, onu eləmək olmaz. Olmaz? Mən paylaşımları TikTok'da gördüm, orada nömrəyə zəng etdim. Yaxşı eləmişsiniz. Sən də sənə eləyərsən, bil ki, pula görə nəsə deyirsən. Video görüntünün izi ilə yollandıq ünvana. Yeni iş yeri, yeni avadanlıqlar, boş otaqlar. Qəbul şöbəsindən başqa klinikada heç kim gözümüzə dəymədi. Bir neçə dəqiqə Gülbadə Abdullayevanın yolunu gözlədik. O, Dost Estetik Mərkəzində çalışdığını təsdiqləsə də, cərrah kimi fəaliyyətə hələ başlamadığını dedi. Yəni o çəkilişdə də görsənir ki, yəni mən əməliyyat heç bir prosedur deməmişəm. Mən orada velaşev masaj təklif eləmişəm. Yəni burada heç bir əməliyyat prosedurları yerinə keçirilmir hal-hazırda. Biz lisenziyaya bağlı müraciət etmişik. İnşallah lisenziyamız gələndən sonra fəaliyyət göstərəcəyik. Mən işimdə ümumiyyətcə əməliyyatlar yoxdur. Mən ancaq kəsim etmirəm, adnoplastika etmirəm, mini liposaksiya eləyirəm, kontornoplastika, kosmetoloji prosedurlar. Adının Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində olmadığı halda necə fəaliyyət göstərəcəyinə gəlincə, Gülbadə Abdullayeva diplomunun tanınması üçün artıq müraciət etdiyini qeyd etdi. Mənim diplomlarım hal-hazırda asan xidmətdə tərcümədədir. Yəni mən Türkiyə bir də Ukrayna təhsili aldığıma görə, yəni mən onları burada təsdiq elətdirməmişəm. Hal-hazırda mənim diplomlarım asan xidmətdə tərcümə müraciət etmişəm. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, sosial şəbəkələrdə yayılan video görüntülərdə adı hallanan Abdullayeva Gülbadə Əli Qismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. O da bildirilib ki, Dost Estetik Mərkəzi tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur. Bu mərkəzin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil. Sevinç Vaqif qızı, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.